Salam əziz müəllimlər və şagirdlər. Bu günləri Miqə Giriş kitabından çoxədlin vuruqlara ayrılmasından test izahlarına baxacağıq. Baxaq birinci suala. Birinci sualda bizə deyir 16 çıxılsın 1/4 A-nın kvadratı. Biz müxtəsər vurma düsturundan bilirik ki, A kvadratı çıxılsın B kvadratı var. Burada necə yazırıq? A çıx B, A üstəgəl B. Bu şəklində açacağıq. 16 4-ün kvadratıdır. Olur 4 çıxılsın 4/1 də 2/1 deməkdir. 2/1 A, 4 çıxılsın üstəgəl 2/1 A. Bu şəkildə yazacağıq C variantı. Gəldik ikinci suala. İkinci sualda bizə deyir ki, A çıxılsın 4B-nin kvadratını almaq üçün bunu birinci açaq. A kvadratı çıxılsın 8AB üstə gəlsin 16B-nin kvadratı. Bunu almaq üçün deyir, A üstə gəlsin 4B-nin kvadratına nə əlavə etməliyik? Birinci açaq bunu. A kvadratı üstə gəlsin 8AB üstə gəlsin 16B-nin kvadratı. İndi baxıram. Birinci misalda -8AB-dir. Burada müsbət 8AB-dir. Mən buna elə bir ifadə almalıyım ki, -8AB əlavə gəlsin. Ona görə mən nə etməliyəm? Çıxmalıyam -16AB-ni. Çünki -16AB-nin üzərinə 8B gələndə -8AB verəcək. Ona görə cavab verəcək Y variantı. Gəldik üçüncü suala. Üçüncü sualda bizə deyir 64 çıxılsın x çıx 4-ün kvadratı. Yenə bunu birinci misaldakı düstur kimi baxın. A kvadratı çıx B kvadratı düsturu kimi açacaq. 64 8-in kvadratı olur 8 çıxılsın x çıx 4. X çıx 4. Bir də yazacağım 8 üstə gəlsin x çıx 4. Bir dəfə toplayıb bir dəfə çıxırıq. İndi yazaq. 8 çıxılsın x üstə gələk 4. Mötərizələri açacaq. 8 üstə gəl x çıx 4. Bərabərdir. 8 ilə 4 12 çıx x. 8-dən 4 çıxılsın 4 üstə gəl x. Bu şəkildə olacaq. O da cavab edəcək D variantı. Gəldik indi dördüncü suala. Dördüncü sualda bizə yenə vuruqlara ayrıma verib. Burada ifadə verib. Bunu vuruqlara ayıracaq. Baxaq. A üstü 4 çıxılsın A kvadratı B kvadratı. Vuruqlara ayırmada biz baxırıq. İki ifadənin hər ikisində ortaq vuruq çıxmalıdır. Hər ikisinə baxacaq. A kvadratını çıxardacaq çölə. Baxıram ki, burada A üstü 4-dür, burada A kvadratıdır. Ən kiçiyini çıxardırıq. A kvadratını çıxartdıq. Burada A üstü 4-dür. A kvadratı çıxanda yerdə qalır A-nın kvadratı. Çıxılsın B-nin kvadratı. İndi baxırsınız ki, belə bir cavab yoxdur. Çünki bu da müxtəsər vurma düsturudur. Açacaq onu. Olacaq A-nın kvadratı. A çıx B. A üstə gəlsin B. Cavab verəcək A bəndi. Gəldik 5-ci suala. 2 üstə gəlsin A çıxılsın B-nin kvadratı. Çıxılsın 2 çıx A üstə gəl B-nin kvadratı. Bu elə bir ki, A-nın kvadratıdır. Bu da B-nin kvadratı. Düz deyil. Yenə müxtəsər vurma düsturundan istifadə edib. Bir dəfə toplayıb, bir dəfə çıxırıq. 2 üstə gəl A çıxılsın B. Bir dəfə bunları toplayacağım. Bir dəfə də bunları çıxacam. Çıxılsın olanda bunun içindəki işarələr dəyişəcək. 2 üstə gəl A çıx B olacaq. İndi hesablayaq. B gedir. A gedir. Yerdə nə qalır? 4 qalır. 4 mötərizədə. 2 gedir. A 2A eləyəcək. B 2B eləyəcək. 2-ni çıxardacam çölə, vuracam 4-ə. 8 eləyəcək. 8 çıx A çıx B. 8 olsun A çıx B. Cavab elədi D variantı. İndi gəldik 6-cı suala. 6-cı sualda nə deyir? X-in kubu çıxılsın 64. Bərabərdir. X çıxılsın 4 AX. AX ifadəsi çox ədisini tapmalıyıq. Birinci kub düsturu ilə bunu açaq. Olacaq X çıx 4. X-in kvadratı üstə gələk 4X üstə gələk 4 16. 16-dır bu. Bərabərdir. X çıx 4 AX. Baxıram ki, X çıx 4, X çıx 4 eynidir. Bunun üstünə xətt çəkmək, yəni eyni olduqlarını göstərirəm sizə. Yerdə nə qalır? AX. AX də nəyə bərabərdir? Deyə bu ifadəyə. X kvadrat üstə gəl 4X üstə gəlsin 16-ya bərabərdir. Cavab edəcək C variantı. Gəldik 7-ci suala. A çıx 1-in kubu üstə çıxılsın
A üstəgəl 1-in kubu bərabərdir. Bunu həll etmək üçün kub düsturundan istifadə edib açacağıq. A-nın kubu çıxılsın 3A kvadratı üstəgəlsin 3A çıx 1 çıxılsın A kubu çıxılsın 3A kvadratı çıxılsın 3A üstəgələk 1. Çıx 1. Bütün işarələr dəyişir. Baxıram, A kubları getdi. 3A'lar getdi. Düzdür? Sonra burada baxıram nə qalır? Mənfi 6A kvadratı çıxılsın 2. Buradan da mənfi 2-ni çölə çıxartsam, belə mötərizə xaricinə çıxartsam, olacaq 3A kvadratı üstəgəlsin 1. Bu da Y variantındadır. Cavab belədir, Y variantı. Gəldik indi 8-ci suala. Buranı təmizləyək. Gəldik 8-ci suala. Gəldik 9-cu suala. 9-cu sualda bizə deyir ki, Px bərabərdir. Mənfi 2x kvadratı üstəgəlsin 6x çıx 4. Burada P1'i soruşur bizdən. X-ların yerinə 1 qoyacaq. 6 vur 1 çıx 4 bərabərdir. Mənfi 2 üstəgəl 6 çıx 4 bərabərdir. 0. A variantı. 10-cu suala baxırıq. A üstü n üstəgəl 3 çıx A üstü n bərabərdir. A üstü n'i çıxardacağım çölə. Olacaq A-nın kubu çıxılsın 1. A üstü n qalır. A kubu çıx 1'i də düsturdan asacaq. A kvadratı üstəgəlsin A plus 1. Bu şəkildə cavab C eləyəcək. Gəldik 11-ci suala. 4 üstü 4 çıxılsın 1 bərabər. Bunu müxtəsər vurma düsturu ilə açaq. Ən rahat hesablama yolu budur. 4'ün kvadratı çıx 1. 16'dan 1 çıxacam 15. 4'ün kvadratı 16 üstə 17. 15'i 17'yə vuranda cavab edəcək 272. Cavab elədir A variantı. Gəldik 12-ci suala. X üstü 3K üstəgəlsin 10. X üstü 2K üstəgəlsin 25. X üstü K. Burada X üstü K'ları çıxardacaq mötərizə kənarına. Olacaq X kvadratı 2K üstəgəlsin 10. X üstü K üstəgəlsin 25. Bu da müxtəsər vurma düsturudur. Olacaq X üstü K üstəgəlsin 5'in kvadratı. Cavab eləyir C variantı. Gəldik 13-cü suala. Gəldik 13-cü suala. Burada A kvadratı çıxılsın A çıx B çıx B'nin kvadratı. Burada A kvadratı çıx B kvadratını bir qruplaşdıracaq. A ilə B'ni də bir qruplaşdıraq. Olacaq A çıx B A üstəgələk B çıxılsın A üstəgələk B. Hər ikisində A üstəgəl B var. A üstəgəl B'ni çıxardacaq mötərizə kənarına. A çıx B çıx 1. Bu şəkildə yazacaq eləyir variantı. Gəldik 14-cü suala. 14-cü suala gəldik. 14-cü sualda 3A çıx 4'ün kvadratı çıxılsın 3A çıxılsın 5 3A plus 2 çıxılsın 26 bərabərdir. Açacaq. 9A kvadratı üstəgəlsin 4 vur 3 2 12 24 A üstəgəlsin 16 çıxılsın 9A'nın kvadratı çıxılsın 6A üstəgələk 15A üstəgəlsin 10 çıx 26 bərabər. 9A kvadratları getdi. 24A'dan 6A çıxacam 18A 18A'dan 15A bu mənfidir. Bura mənfidir. Mən işarəni səhv yazmışam. Mənfidir. Mənfi 30 üstünə də mənfi 15A eləyəcək. Mənfi 15A. Sonra 16, 26 mənfi 10. Bunlar da gedir. İslah olur. Cavab elə mənfi 15A olacaq. B variantı. B variantı. Gəldik 15-ci suala. 15-ci sualda 8A kvadratı çıxılsın 15AB çıxılsın 2B'nin kvadratı. Bunu bu şəkildə yaza bilərik. Diskriminantla kökləri tapıb da yazmaq olar.
Bizdə ki, belə yazmaq olar. Vuranda 8-də 2, toplayanda müsbət 8-də 15 eləyir. Burada 8A üstəgəl B, A açıq 2B. Bu şəkildə yazacağıq. Cavab eləyir D variantı. Gəldik 16-cı suala. A kvadratı üstəgəlsin AB çıxılsın 2B-nin kvadratı. Burada da yaza bilərik. Birinci kökümüz A-dır. Baxın. A yazdım. Çıx qoydum. Baxın 2B kvadratı almaq üçün B-ni 2B-yə vurmalıyım. İndi işarəyə baxaq. Burada müsbət alınıbsa biz böyük hissəyə 2B deyil, onun qarşısına müsbət eləməliyik. Cavab eləyəcək B variantı. Gəldik 17-ci suala baxaq. 17-də nə deyir? 33 kvadratı çıxılsın 3-ün kvadratı üstəgəl 14 vurulsun 30. Aşağıdan 55-in kvadratı çıxılsın 5-in kvadratı. Burada yuxarıda bu müxtəsər format üstünə yazacağım. 33 çıx 3, 33 üstəgəl 3. Üstəgəl 14 vurulsun 30. 55 çıx 5, 55 üstəgəl 5. Bərabər olacaq 30 vurulsun 36, üstə gəlsin 14 vurulsun 30. Aşağıda 50 vurulsun 60. Yuxarıda 30-u çıxarsaq mötərizə kənarına olacaq 36 üstəgəl 14 50 elədi. Aşağıda da 50 vurulsun 60. 50-lər getdi. 30-dan 60 getdi. Qaldı 2-də bir cavab elədi. A variantı. Gəldik 19-cu suala. 19. 104 çıx 104-ün kvadratı çıx 4-ün kvadratı, 50-nin kvadratı çıxılsın 4-ün kvadratı bərabərdir. 104 çıx 4, 104 üstəgələk 4. Aşağıda da 50 çıx 4, 50 üstəgələk 4. Bərabərdir. 104-dən 4 çıxdım 100, 108. Burada elədi 46 vurursun 54. Burada 108 ilə 54 islah gedəcək, ixtisar gedəcək, qalacaq burada 2. 2 ilə 46 gedəcək 23, olur 23-də 100. Bunu da düzgün kəsrə çevirmək üçün 123-ə böləcəm. O deyəcək 4 tam 23-də 8. Cavab eləyir A variantı. Gəldik indi 20-ci suala. Bunu silək. Gəldik 20-ci suala. 20-ci sualda bizə deyir. A çıx B bərabərdir 5-ə. A vur B bərabərdir 3-ə. Bizdən A kvadratı üstəgəl B kvadratı. Bunu soruşur bizdən. Bu şəkildə yazacaq. Bunu kvadratı yüksəldəcəyik. Olacaq A-nın kvadratı çıxılsın 2AB üstəgəl B kvadratı bərabərdir 25. AB-ni tapmışıq 3. Olur. A kvadratı üstəgəl B kvadratı çıxılsın 6 bərabərdir 25. A kvadratı üstəgəlsin B kvadratı bərabərdir 31. Cavab eləyəcək 31 B variantı. Gəldik 21-ci suala. Bu da bunun kimi bir şeydir. Burada sadəcə kubdan söhbət gedir. A vur B bərabərdir 3-ə. Bizdən A kubu üstəgəl B kubunu soruşur. Birinci bu müxtəsər bir sur atacağım. A üstəgəlsin B. A kvadratı çıxılsın AB üstəgəlsin B kvadratı. Baxırıq. Burada yenə də kvadrat eləyəcəyik. Bunu açaq aşağıdan. Olacaq A-nın kvadratı üstəgəl 2AB üstəgəlsin B kvadratı bərabərdir 25-ə. AB 3-dür. Olacaq A kvadratı üstəgəlsin B kvadratı bərabərdir 25-dən 6 çıxacaq 19. Yerinə qoyaq. A üstəgəl B-ni verib. Sənə verib. 5 verib. Vurulsun. A kvadratı üstəgəl B kvadratını tapdım 19. Çıxılsın. AB də 3-dür. 5 vurulsun 16, o da bərabərdir 80-ə. Cavab eləyir D variantı. Gəldik indi 22-ci suala. Sinema. 22-yə yazaq. 8 vurulsun 1999-un kvadratı çıxılsın 1985-in kvadratı. Aşağıda 7 vurulsun 2000-in kvadratı çıxılsın 1984-ün kvadratı. Bərabərdir. Yuxarıda 8, aşağıda 7-ni saxlayaq. Burada nə edəcəyik? Müxtəsər format üstünü açacaq.
1999 çıxılsın 1985. Bir dəfə də 1999 üstəgəlsin 1985. Aşağıda 2000 çıx 1984. 2000 üstəgəl 1984 bərabərdir. Bununla bu gedir. Çünki 3984 eləyir ikisi də. Sonra 8 vurulsun 1985 çıxanda eləyəcək 14. Aşağıda 7 vurulsun 2000 ilə 1980 16 eləyəcək. 7 ilə 14 gedir 2 qalır. 8 ilə 2 qalır. 2 ilə 2 gedir 1 alır. Cavab eləyir B variantı. Gəldi 23-cü suala. Silək keçək 23-ə. Gəldi 23-cü suala. Olacaq A çıx 1-in kubu çıxılsın 3 vurulsun 1 çıx 2 A-nın kubu kvadratı. Üstə gəlsin 2 vurulsun 1 çıx 2 A-nın 3A-nın kvadratı. Üstə gəlsin 4. Bunu açmalıyıq. Açaq bir kub düsturunu. A kubu çıxılsın 3A-nın kvadratı. Üstə gəlsin 3A çıx 1. Sonra çıxılsın. Bunu da kvadrat düsturundan açanda bir dəfəmli açacağım. 3 üstə gəlsin 12A. 12A çıxılsın 12A-nın kvadratı üstə gəlsin 2 çıxılsın 12A üstə gəlsin 18A-nın kvadratı üstə gəlsin 4 bərabərdir. İndi baxırıq. 12A ilə 12A-lar gedir. Biri müsbətdir, biri mənfidir. Sonra bu mənfi 4 edir, bu da müsbət 4 edir. Bu da gedir. Yerdə qalacaq A-nın kubu çıxılsın 33A-nın kvadratı üstə gəl 3A üstə gəl 2. Deyir ki, burada bizə deyir ki, vuruqlarından biri aşağıdakılardan hansıdır? Bunu tapmaq üçün ən rahat yol bölmə üsuludur. Məsələn, A variantında x üstə gəl 2-dir. Buna tam bölünürsə, deməli bu qiymət bölünür. Ona görə mən yoxlamışam, A x üstə gəl 2-yə bölünür. Baxın, A kubu çıxılsın 33 A-nın kvadratı üstə gələk 3A üstə gəl 2. Baxaq, x üstə gəl 2-yə bölək. İndi baxırıq. A bölünsün 2. Belə yazaq. Mən x yazmışam bura. A kvadratına vuraq. A kubu çıxır üstə gəlsin 2A-nın kvadratı. Deyəcək mənfi 35 A-nın kvadratı üstə gələk 3A. Çıxılsın 35 A-ya vuracam. Deyəcək çıx 35 A-nın kvadratı çıxılsın 70 A. Bu deyəcək 73 A üstə gəlsin 2. Bunu da vuracaq 73-ə. Vuracaq 73 A üstə gəlsin 6 146. Mənfi 123. 124. Cavab eləyəcək A variantı. Gəldik 24-cü suala. X üstə gəlsin, Y üstə gəlsin, Z-in kvadratı çıxılsın. X sıx Y üstə gəlsin, Z-in kvadratı bərabərdir. Müxtəsər modüsü kimi açacaq. X üstə gəlsin, Y üstə gəlsin, Z çıxılsın. İşarələr dəyişəcək. Bir dəfə də toplayacaq. X üstə gəl, Y üstə gəlsin, Z üstə gəlsin, X çıx, Y üstə gələk, Z. Bərabərdir. İndi baxaq. Z gedir, X gedir, qalır 2Y. Burada baxaq görək nə gedir. Y-lər gedir, qalır 2X üstə gəlsin, 2Z. Burada nə gedir? 2-ni çıxardacam mörtəzə xərcinə 4Y, X üstə gəlsin, Z olacaq. Cavab eləyir D variantı. Gəldi 25-ci suala. 25-ci sualda baxaq. 3A kvadratı çıx 14AB
çıx 5b-nin kvadratı. Bunu bayaq bir dənə misalda da izah elədik. 3a kvadratını almaq üçün 3a-nı a-ya vurmalıyıq. Düz deyil. Mən 2 mərtəzə yazdım. Çıx qoydum. 5b kvadratı almaq üçün də biz 5b-ni b-yə vurmalıyıq. Düz deyil. 5 almaq üçün 1-i 5-ə vurmalısan da. Burada da belə bir şey var. Ortada mənfi 14ab olduğuna görə mən kiçik tərəfə müsbət işarəsi qoyacağam. Cavab verəcək C variantı. Gəldik indi 26-cı suala. Baxaq 26-cı suala. Bizə nə deyir? A üstəgəlsin 3-ün kubu çıxılsın 9. A üstəgəlsin 3-ün kvadratı üstəgəlsin 27. A üstəgəlsin 3 çıx 27. Bura baxanda biz görürük ki, kub düsturudur. Birincinin A üstəgəl 3-ün çıxılsın 27 3-ün kubudur. 3-ün kubu. Burada 3-lər islah gedir. Yerdə qalır A kubu. Cavab verədir Y variantı. Gəldik 27-ci suala. 27-ci sualda bizə nə deyir? 10 üstü 75 üstəgəl 1, 10 üstü 50 çıx 10 üstü 25 üstəgəl 1. Bunu kub düsturu ilə açacaq. 10 üstü 25 üstəgəl 1, 10 üstü 50 çıxılsın 10 üstü 25 üstəgəl 1. Aşağıdakı olduğu kimi qalır. 10 üstü 50 çıx 10 üstü 25 üstəgəl 1. Getdi islah oldu. Qaldı 10 üstü 25 üstəgəlsin 1. Cavab eləyir C variantı. Gəldik 29-cu suala. 29-cu sualda bizə deyir A bərabərli x üstəgəli 2, B bərabərli x kvadratı üstəgəlsin 4x üstəgəl 2. Deyir B-ni A ilə ifadə eləyin. Baxaq, B-də A-nı kvadratı yüksəldək. Burada olacaq A kvadratı bərabərli x kvadratı üstəgəlsin 4x üstəgəlsin 4. İndi burada B-yə baxırıq ki, x kvadratı üstəgəl 4x var. X kvadratı üstəgəl 4x-i tapmaq üçün 4-ü keçirdəcəm bu tərəfə. Olacaq A kvadratı çıx 4. Gətirib yerinə yazacağım. Olacaq B bərabərdir. A kvadratı çıx 4 üstəgəl 2. O da verəcək A kvadratı çıx 2. Cavab eləyir A variantı. Gəldik indi 30-cu suala. Gəldik 30-cu suala. 30-da bizə deyir ki, 3 üstü 48 çıx 1, 3 üstü 24 üstəgəl 1, 3 üstü 12 üstəgəl 1, 3 üstü 6 üstəgəl 1, 3 üstü 3 üstəgəl 1 bərabərdir. İndi baxırıq. 3 üstü 48-i açacaq. Olacaq 3 üstü 24 çıx 1, 3 üstü 24 üstəgələk 1. Baxın, bununla bu gedir. 3 üstü 24-ü indi parçalayıram. 3 üstü 12 çıx 1, 3 üstü 12 üstəgəl 1. Baxın, bununla bu gedir. İndi bunu parçalayıram. 3 üstü 6 çıx 1, 3 üstü 6 üstəgəl 1. Bununla bunu parçaladım yenə. İndi bunu atıram. 3-ün kubu çıx 1, 3-ün kubu üstəgəl 1. Bununla bu getdi. Düzdür? Yerdə bizə nə qaldı? 3-ün kubu üstəgəl 1. İndi bunu açacağım. 27 üstəgəl 1. O deyir 28. Cavab elədim. A, çıxması qalır. Çıxması qalır. Çıx 1. O deyir 26. Cavab elədi B variantı. Gəldi 31-ci suala. Mi 31. 1680-in kvadratı çıxılsın 1580-in kvadratı. Müxtəsər vurma kimi açacaq. 1680 çıx 1580. 1680 üstəgələk 1580. 1680-dən 1580 çıxsaq eləyəcək 100 vurulsun. 1680 üstünə 1580 gəlsə eləyəcək 3260. Bu da bizə verəcək 326 min.
Cavab verəcək D variantı. Gəldik 32-ci suala. X üstü 4 üstəgəlsin 6x-in kubu çıxılsın 54x üstü 81. Mən buradan görürəm ki, bu bizə kub düsturunu verir. Kub düsturunu verir. Burada bax, belə bir şey yazacaq. X kvadratı bu ifadədən x kvadratı çıx 9, x kvadratı üstəgəl 9. Düzdür? Buradan da çıxardacam 6x-i. Yeri qalacaq x-in kvadratı çıxılsın 9. Düzdür? Hər ikisində var. X kvadratı çıx 9. İndi baxaq. X kvadratı üstəgəl 9, üstəgəl 6x. Düzdür? İndi baxırıq. X kvadratı çıx 9. X üstəgəl 3-ün kvadratıdır bu da. Cavab elədi. Baxırıq. Burada x çıx 3, x üstəgəl 3 var axı. Düzdür? Ona görə x üstəgəl 3-ün kubu olacaq. Burada x çıx 3 qalacaq. Cavab eləyir C variantı. Gəldik 33-cü suala. Gəlir. X kvadratı üstəgəlsin 5x y üstəgəlsin 3x üstəgəlsin 15y. Aha. Buradan neyəcəyik? Buradan x-i çıxardacam. X üstəgəlsin 5y. Buradan isə 3-ü çıxardacam. Olacaq x üstəgəlsin 5y bərabərdir. Ortaq vuruq 5x üstəgəl 5y-dir. Yerdə qalan x üstəgəl 3. Biz nə deyir? Aşağıdakıların hansına bölünür? Baxırıq ki, x üstəgəl 3-ə bölünür. Çünki ortaq vuruqlardan biridir. 34-ə baxırım. 3-də 1 a-nın kvadratı çıxılsın 3. Burada 3-də 1-i çıxardacam mörtəzə xaricdən. Olacaq a kvadratı çıx 9. 3-də 1 a çıx 3, a üstəgəlsin 3. Cavab eləyir C variantı. Gəldi indi 35-ci suala. 35-ci suala a kvadratı b çıxılsın, üstəgəl a kvadratı b kvadratı çıxılsın, ab kvadratı çıxılsın, a kvadratı b. Burada nə edəcəyik? Buradan çıxardacam. AB-ni çıxartdım şöyle oldu a üstəgəl b. Buradan da çıxardacam. AB-ni çıxarsam b üstəgəl a. Baxırıq ki, vuruqlar b üstəgəl a-dır. Düz deyil. Burada y variantına baxın. A çıx b verib. A çıx b vuruğu burada yoxdur. Ona görə biz nə edəcəyik? Cavabı o bizə deyir ki, aid deyil. Y variantı. Gəldik 36-cı suala. Baxırıq. X çıx y bərabərdir 3. X çıx z bərabərdir 4. İndi baxaq. X z çıxılsın y z üstəgəl y kvadratı çıx x y. Buradan çıxardıram z-i. Olur x çıx y. Y-i çıxartdım. Y çıx x. Bərabərdir. Ortaq vuruq. X çıx y-i çıxardacam. Amma burada bir şey var. Bu y çıx x-dir. X çıx y yazsam bu işarə dəyişəcək. Mənfi olacaq. Z çıx y. Düzdür. İndi baxırıq. X çıx y var. 3-dür. Yerinə qoyacam. Burada mənfi 3. Burada işarəni birinci səhvə yazmışam. Uşaqlar. Burada baxın bir dənə. Buradan tapa bilərəm z çıx y. Tərəf-tərəfə çıxaq. Baxın. X birincidən ikincini çıxaq. Olacaq mənfi y üstəgələk z bərabərdir mənfi 1. Düzdür. Deməli z çıx y mənfi 1-ə bərabərdir. Onda mənfi 1 vurulsun. X çıx y də 3-dür. Eləcək mənfi 3 cavab. B variantı. Gəldik 38-ci suala. Uşaqlar. Baxırıq. X üstəgəlsin y bərabərdir 2 kökdə 3. X y bərabərdir mənfi 9. Bizə x kvadratı üstəgəl y kvadratını soruşur. Bunu həll etmək üçün bunu kvadratə yüksəltməliyik birinci. Yüksəldik. Olacaq x kvadratı üstəgəl y kvadratı üstəgəlsin 2x y bərabərdir 4 vur 3 12. X y mənfi 9-dur. Düzdür. Olacaq x kvadratı üstəgəl y kvadratı çıxılsın 18 bərabərdir 12-yə. 18-dən 12-də toplayacaq, eləyəcək 30. Cavab elədi D variantı. Gəldik 39-cu suala. 39-cu sualda
siz yazarsınız. Bu tipdə bir sualdır. Gələk 40-cı sualı işləyək. 40-cı sualı işləyək. X kubu üstəgəl 3x y kvadratı bərabərdir 62-yə. Y kubu üstəgəlsin 3x kvadratı y bərabərdir 63-ə. Bunu necə həll edəcəyik? Biz bunları tərəf-tərəfə toplayaq. Baxın, x-in kubu üstəgəli 3xy kvadratı üstəgəlsin y kubu üstəgəlsin 3x kvadratı y bərabərdir 125. Baxırıq ki, bu kub düsturudur. X üstəgəl y-in kubu bərabərdir 125-ə. Onda x üstəgəl y bizə nə verəcək? 5 verəcək. Bizdən də elə x üstəgəl y soruşur. Cavab eləyir A variantı. Gəldik 41-ci suala. Gəldik 41-ci suala. Baxaq. X çıx y bərabər 2 kökdə 2. X, y bərabər 6. Biz bunu birinci kvadratda yüksəldək. Çünki bizdən x kubu çıx y kubunu soruşur. X kvadratı üstəgəl y kvadratı bərabərdir 8 üstəgəl 2xy. Xy də 6-dır. O deyir 20. İndi bizdən x kubu çıx y kubunu soruşmur. X çıx y, x kvadratı üstəgəl xy üstəgəl y kvadratı bərabərdir. X çıx y vermişdi. 2 kökdə 2. X kvadrat 20 üstəgəl 6. 26. O da 26-nı da 2 vursaq 52 kökdə 2. Cavab verir C variantı. Gəldik 42-ci suala. 42-ci suala baxırıq. X kvadratı çıx y kvadratı, z çıx y çıxılsın. Y kvadratı çıx z-in kvadratı, x üstəgələ y. Burada nə edəcəyik? Ortaq vuruq mərtəzi xaricdən çıxardacaq. Baxın, burada x üstəgəl y var, burada da x üstəgəl y var. Çıxardacam kənara. Sonra burada z çıx y var, burada da z çıx y var. Onda buranın işarəsi dəyişəcək. Olacaq z çıx y. Ortada olacaq x çıx y. Üstəgəlsin y üstəgəl z. Y-lər gedir, qalır. X üstəgəl y, z çıx y, bir də x üstəgələk z. İndi bizə deyək ki, sualçının vuruğudur. X üstəgəl z. Cavab eləyir D variantı. Gəldik 43-cü suala. Gəldik 43-cü suala. A çıx 3-ün üstü 17, üstəgəlsin 3 çıx A-nın üstü 17, üstəgəlsin A kvadratı çıx 8-in kvadratı çıxılsın 64 bərabər. Mən baxıram. Qüvvət tək olanda mən nə demişdim? İşarə mənfi olur. Burada da yerin dəyişsəm, açıq üçün qarşıda mənfi olacaq. Deməli, bununla bu islah gedəcək. İndi bunu açacağım. A-nın üstü 4 çıxılsın 16 A-nın kvadratı üstəgəl 64 çıx 64 bərabər. Bunlar getdi. Qaldı A üstü 4 çıxılsın 16 A-nın kvadratı. Buradan da A kvadratını çıxarsam kənara. Olur A kvadratı çıx 16. A kvadratı çıx 16-nı da müxtəsər vurma üsulü A çıx 4 A üstəgəl 4 kimi açıram. Bu da verir C variantı. Gəldik 44-cü suala. 44-cü suala baxırıq. X kvadratı çıx y kvadratı çıx 4x üstəgəl 4. Bu necə həll edəcəyik? Burada baxın. X kvadratı çıx 4x üstəgəl 4. Müxtəsər vurma düsturudur. X çıx 2-nin kvadratı çıxılsın y kvadratı. Bunu müxtəsər vurma düsturu kimi açacağım. X çıx 2 çıx y, x çıx 2 üstəgəl y. Bu da hansı cavabdadır? Y variantındadır. Gəldik indi 45-ci suala. Baxırıq. 4A kubu üstəgəlsin 32B-nin kubu. Buradan 4-ü çıxarsam kənara olacaq A kubu üstəgəlsin 8B-nin kubu. Bunu da kub düsturu ilə açmalıyıq. 4 qalır kənarda. Olur A üstəgəlsin 2B. A-nın kvadratı çıx 2AB üstəgəlsin 4B-nin kvadratı. Bu da bizə verəcək Y variantı. Gəldik 46. Baxırıq. 5 olsun A çıx 2B-nin kubu üstəgəlsin 5 olsun A üstəgəlsin 2B-nin kubu. İfadəsini deyir vuruqlara ayırın. Bunu vuruqlara ayırmaq üçün açacaq. Bir dəfəlik açaq. 5A çıxılsın
5A çıxılsın. Bunun olacaq 3A kvadratı 6. Altında 5 olacaq 30A kvadratı B. Üstə gəlsin 4. 3-ə vurduq 12. 12 ilə 5-ə vursaq 60 AB kvadratı. Çıxılsın 2B'nin kubu. 8B'dir. 5-ə də vursaq 40B'nin kubu. Üstə gəlsin. İndi bu tərəf açacağam. Burada kub var. 5A'nın kubu. Sonra üstə gəlsin 30A kvadratı B. Üstə gəlsin 60 AB'nin kvadratı. Üstə gəlsin 40B'nin kubu. Bərabərdir. Baxırıq. 40B kubları getdi. 30A kvadrat, 30A kvadrat B getdi. Yerdə nə qaldı? 10A'nın kubu. Üstə gəlsin 120AB kvadratı. 10A'nı çıxarsam çölə. Qalacaq A kvadratı. Üstə gəlsin 12. Bu da 120'dir. 12B'nin kvadratı. Orada da cavab edəcək A variantı. Gəldik 47-ci suala. 6A kvadratı çıxılsın AB. Üstə gəlsin 2B kvadratı. Bərabərdir 3A çıxılsın 2B vurulsun A. Mən bayaqlar demişdim. Baxın, yazıb 3A çıxılsın 2B. Düzdür? İndi baxın. 6A kvadratını almaq üçün 3A'nı nəyə vurmalıyam? 2A. Düzdür? Ay sağ ol. İndi 2B'ni nəyə vursam 2B kvadratı olar? B'yə vursam. İndi işarəyə baxmalıyam. Mən nə demişdim? Burada mənfi varsa, kiçikdə müsbət olur, böyükdə mənfi olur. Ona görə cavab edir D variantı. Gəldik 48-ci suala. Burada mənfi olmur. Çünki burada müsbət 2B daxil. Müsbət olmasın B mənfi olmalı. Cavab edir B variantı. Gəldik 48-ci suala. 7A kvadratı üstə gəlsin 10A çıx 8. Çoxhədlisinin vuruqları ayırın. Yenə bayaqki misal kimi baxın. 7A-nı 1-ə vursaq A 7A kvadrat edəcəkdə. Düz deyil. İndi işarələrini qoydum. 8 almaq üçün nə etməliyəm? 2-ni 4-ə vurmalıyam da. Düz deyil. İndi işarələrə fikir verək. Mənfidirsə nə olacaq? Biri mənfi, biri müsbət olmalıdır. Düz deyil. İndi müsbəti tapmaq üçün buradan baxmalıyam. Böyüyə müsbət yazacaq. Aydın oldu kiçiyə. Cavab edir B variantı. 49. Bizə deyir ki, Px bərabərdir 3A minus 1'in x üstü A plus B üstə gəlsin Bx kvadratı üstə gəlsin 3x üstə gələk C. Çox hədisinin baş əmsalı 8-dir. Əmsal 8-dirsə, baş əmsalı 8-dirsə, sərbəst həddə 14-dür. Deməli, onda C 14-dür. Sonra dərəcəsi 8-dir. Dərəcə 8-dir, deməli A üstə gəl B bərabərdir 8. Sonra baş əmsal budur. 3A minus 1. Bu bizdə 8-dir. A bərabər 9'u 3'ə böldük 3. Deməli, A 3 elədi. Burada A-nı yerinə 3 qoysaq, B-ni taparıq 5. Düzdür? İndi əmsallar cəmi soruşur bizdən. Bunu bilirik, 8-dir. Bu, B-ni tapmışam 5'dir. Bu 3'dür. C-ni də tapdım 14. Bunların cəmi eləyəcək 30. Cavab elədi D variantı. Gəldik 50-ci suala. Deyir x üstü 4 üstə gəl x vurulsun px. Dərəcəsi 9'dursa, deməli bunun dərəcəsi 5'dir axı. Nəyə vursam 9 eləyər? Deməli x üstü 5'ə vurmalıyam, düzdür? Sonra bizə deyir qx bölünsün x kvadratı çıx 1. Düzdür? Deyir dərəcəsi 5'dir. Mən nədən 2 çıxsam 5 eləyər? X üstü 7'dən çıxsam. Düz deyil? Deməli px-da dərəcə 5'dir, qx-da 7'dir. Bizə bunların cəmini soruşur. Cəm deyəndə ən böyüyünü götürəcək, 7'ni götürəcək. C variantı. Gəldik 51-ci suala. X kvadratı üstə gəlsin kx üstə gəlsin 2. Bizə deyir ki, vuruqlarından biri x üstə gəl 2'dir. O biri vuruğu soruşur bizdən. O biri vuruğu tapmaq üçün biz nə edəcəyik? 2 almaq üçün nə etməliyəm? 1'ə vurmalıyam da. Ortada da müsbət olana görə bu da müsbət 1 olacaq. Cavab eləyir D variantı. Gəldik 52-ci suala. 4x kvadratı çıx 12x üstə gəlsin 9. Burada müxtəsər vurma düsturudur. Baxın 4x kvadrat nədir? 2x'in kvadratıdır. Bu da 9 3'ün kvadratıdır. Cavab eləyir D variantı. Gəldik 53-cü suala.
Baxırıq. Px bərabərdir x kvadratı çıx 3x çıx 8. Çox hədəsi verilib. Deyir x vurulsun px vurulsun px kvadratının əmsal qüvvətini tapın, dərəcəsini tapın deyir. Baxırıq burada px-də ən böyük dərəcə 2-dir. X-ə vursan kub olacaq. Burada da kvadrata yüksəltsək. Burada kvadrata yüksək 4 olacaq. Burada da 2-dir. 4 ilə 2 6. Burada da 1 7. Deməli ən böyük dərəcə 7 olacaq. Cavab Y variantı. Gəldik 54-cü suala. Bizə deyir, Px bərabərdir 4 vurulsun x üstü 4 çıx n, çıxılsın kökdə 2, x-in kvadratı üstə gəlsin kökdə 2. Çoxhədlisinin dərəcəsi 3 olacaq. Dərəcə 3 isə deməli 4 çıxılsın n bərabər 3 olacaq. N bərabərdir 1 olacaq. Cavab B olur. Sonra burada 1 tapdıq. Olacaq 4x-in kubu çıx kökdə 2 x kvadratı üstəgəl kökdə 2. Deyir P-ni tapın. Yəni n1 o qiymətində tapın. Cavab 1-dir, B variantı. Sonra gəldik 55-ə. 55-də deyir ki, ifadəsi nədir? 2x üstü n minus 1 üstə gəlsin x üstü 3 minus n çıxılsın 3 n bölünsün 2. Düzdür. Çox hədli olarsa n-in ən böyük qiymətini tapın. Burada necə edəcəyik? Burada n 1-dən 1 ala bilər. Burada n 3'dür. Burada da n 2'ye bölənlər 2'dir, 4'dür, 6'dır. Belə uzun gedir. 3 ola bilməz. Çünki 3 2'ye bölünmür. Ona görə 3 gözlə. 1 ola bilməz. 1 də 2'ye bölünmür. Deməli, o ən böyük qiyməti 2 olacaq da. Cavab eləyir B variantı. 55'e kimi izah elədim. Əgər testlərin davamının izahını istəyirsinizsə, rəy bölməsində bir də orada yazılan nömrə ilə əlaqə saxlayıb deyə bilərsiniz. Testlərin davamında çəkərəm inşallah. Kiminlə sual olsa nömrə ilə əlaqə saxlasın. Qruplarımızda qeydiyyat hələ də davam eləyir. Fərdi qruplara, onlayn qruplara, əyani qruplara qeydiyyat davam edir. Kim qruplarla bağlı məlumat almaq istəyirsə, əlaqə nömrəsi ilə əlaqə saxlaya bilər. Oldu, sağ olun uşaqlar.